5, 6 və 7 iyun tarixlərində Gürcüstanın Tbilisi şəhərində ölkəmizin Gürcüstandakı səfirliyində Azərbaycan Respublikasının vətəndaşlarına dövlət xidmətlərinin çatdırılması üçün səyyar asan xidmət avtobusu vasitəsilə xidmət göstərilib. Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobusda vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən yararlanıblar. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Diasporada İş üzrə Dövlət Komitəsinin isə dəstəyi ilə təşkil olunub. Bu çərçivədə 500-ə yaxın vətəndaşın işi asanlaşıb. Səyyar asan xidmətin gələcəkdə digər ölkələrdə də keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Gürcüstan paytaxtında səyyar xidmətlərin təşkili vətəndaş məmnunluğu artırmaqla yanaşı, ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın dövlət xidmətlərinə əlçatanlığı təmin edilir. Səyyar asan xidmət fəaliyyət coğrafiyasını genişləndirərək artıq ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımızı da əhatə etməyə başlayıb. Sənədlərim bitmişdi. Asan xidmət Gürcüstana gəldi. Yəni sənədlərimizi çox rahat da həll elədik. Şəxsiyyət vəsiqəm üçün Asad xidmətə müraciət etdim. Çox əla oldu ki, yəni bu şəraiti yaratdılar bizim üçün. Şəxsiyyət vəsiqəsini dəyişdirdim. Çox razıyam, çox sağ olun. Vaxt bitmişdi, keçə bilmirdik. Siz gəldiniz, daha gözəl oldu.